Elm edebiyatta, dünya elm edebiyatında büyük bir yanlışlık var. Xüsusən Wikipedia'da açsaq, orada gösterilib ki, süni intellektin pioneri, yani atası John McCarthy'dir. O 1956-cı ildə bunun əsasını qoyub. Tam yanlışdır. John McCarthy böyük alimdir, böyük bilim adamıdır. Ancaq ilk dəfə bu ifadəni işlədib, bu termini işlədib. 1950-ci ilin yanvar ayında Lütfizadə bir məqalə dərc elədi. Kolumbiya Universitetinin jurnalında məqalənin adı belə idi. Thinking Machines, düşünən maşınlar. Elmi ədəbiyyatda qlobal süni intellektin tərifini verəndə deyirlər, yazırlar. Qlobal süni intellekt bərabərdir düşünən maşınlar. Burada məntiqi nəticə çıxarmaq asandır. Bunun əsasını Lütfizadə qoyub. Mən dəfələrlə demişəm, indi bir də təkrar edirəm. Süni intellektin tək qeyri-səlis məntiqin yox. Qeyri-səlis məntiq 1965-də yarandı. Süni intellektin pioneri Profesör Lütfizadədir. Bugün Einstein'lə çox danışırıq. Atomun parçalanmasın. O verəndə o düşünmədi ki, Xirasimiyyə bomba atacaqlar. Hətta o vaxtı, o 45-ci ildə, o hadisələrdə mənim oxuduğuma görə o dedi ki, mən bilsəydim ki, bunu atom bombası eləyib və insanları qıracaqlar, mən bunu yaratmazdım. Və yaxud da bioloji silah, və yaxud da ki, başqa elmlərin başqa tərəfi. Həmişə orada bir açar lazımdır, hara qədər inkişaf elətdirmək. Niyə Parkinson deyirəm? Allah min rəhmət eləsin, məkanı cənnət olsun. Rəhmətə getməmişdən bir həftə qabaq mənə telefondan da dedi, sonra mesaj ismarış göndərdi ki, bəs Parkinson xəstəliyini qeyri-səlis məntiqinə təhlil eləginən. Və burada da əsas atribut, əsas simptom səsi götür. Parkinsonda uzaq buralardan izləyicilərimizdən də hərəkat pozulur, ondan sonra yeriş pozulur, davranış pozulur. O əlamətlər var. Amma sən demə, ən bunun içərisində vacibi səsin dəyişməkdir. Onu da mən ölçə bilmirəm axı. Həkim nətər ölçəcək ki, bunun səsi nə qədər düşübdür, nə qədər qalxıbdır, nətər kəsilə danışır, necə danışır. Ölçə bilmir onu. Bunların hamısı, biz onu təhlil elədik də bir dünyanın məşhur jurnalında da çap elədik məqalə, onun xatirəsinə həsr olmuş. Yəni onu demək istəyirəm ki, ikinci tip informasiya ölçülə bilməyənlərdir. Süni intellekt məktub yazdı ki, mənə qeyri-səlis məntiqi yaratdıq, inkişaf elətdirdik, bu vəzdə gəldi. Ancaq biz başqaları yazıb, biz bir kitab yazmamışıq bu barədə. World Scientific nəşriyyatında, Amerikada, İngiltərədə bir 650 səhifəlik, bunun da çox qəribə taleyi vardı bu kitabın. Bir yerdə kitab yazdıq, çap olundu. Bax, o deyirəm, dünya universitetlərində o kitab dərslik kimi istifadə olunur. Əfsuslar olsun ki, o Azərbaycanın heç bir universitetində o kitablar istifadə olunur. Əvvəla mütəxəssis yoxdur, bu bir. İkinci də vallah adamın deməyə gəlmir, qısqançlıq. Çox böyük qısqançlıq. Elə bilirsiniz, Azərbaycanda hamı Lütfizadəni sevir. Yox. O şeyi ki sevmirik, o şeyi ki bilmirik, onu sevmirik biz. Əgər Lütfizadəni bilsəydin, bu kimdir, nədir, nələr eləyibdir, altı böyük dünyanı dəyişdirən nəzəriyyəsi, onun böyük. Onu tanıyan adam onu sevər. Türkiyədə, Koreyada, Çində, orta məktəbdə qeyri-səlis məntiq keçirilir.
Universitetləri demirəm hələ. Amma bizdə hansı universitetdə keçirilir? Mənim sözlərim deyil, müdriklərin sözüdür. Dəli olub oynamağa nə var? Yaltaq olub yaşamağa nə var? Alçaq olub yüksəlməyə nə var? Hünərin var, insan ol. Şəxsiyyət ol.